Salam, hər vaxtınız xeyir olsun. Sizinlə hər zaman olduğu kimi 21-ci yüzilin qadını proqramında görüşürük. Hər zamanki kimi yenə də maraqlı bir müsahibimiz var. Əsasçılıq sənayesində fəaliyyət göstərən iki zavodun baş direktoru İşgüzar xanım Samirə Hüseynova bizimlədir və onunla qarşıdakı zaman kəsiyində söhbəti sizə təqdim edəcəyik. Hər vaxtınız xeyir olsun. Xoş gəldiniz Samirə xanım. Çox sağ olun, təşəkkür edirəm. 21-ci əsrin qadını olan Samirə Hüseynova özünü tamaşaçılara daha geniş formada necə təqdim edərdi? 21-ci əsrin qadını kimi mən özümü güclü, iradəli və məsuliyyətli bir qadın kimi təqdim edərdim. Bugün mən həqiqətən də ölkəmiz üçün strateji əhəmiyyətli olan zavodlara idarəçilik edirəm. Və bu həm güc tələb edir, həm də böyük məsuliyyət tələb edir. Özünüzü uğurlu iş qadını, İşgüzar xanım sayırsınızmı? Düşünürəm ki, mən həyatda müəyyən nəticələr əldə etmişəm. Amma bu uğurdumu onu cavablandıra bilmərəm. Niyə? Çünki bilirsiniz, ən böyük uğurum, mənim qarşıda böyük hədəflərim var, daha böyük hədəflərim. Və düşünürəm ki, ən böyük uğur o hədəflərimə çatdıqdan sonra əldə etmiş olacaq. Əslində mən sizdən soruşmaq istəyirdim ki, uğurlu olmağı necə ölçürsünüz? Bilirsiniz, Yəni, ölçü vahidi nədir sizin üçün uğurda? mən əslində ölçü vahidini kəmiyyət olaraq yox, keyfiyyət olaraq görürəm. Bir uğurun, bir insanın çatdığı ən yüksək zirvə mənə görə onun enişinin başlanğıc nöqtəsidir. Və daim olaraq bir insanın uğuru onun nə dünəni ilə, nə bugünü ilə ölçülmür. Mənə görə bugün sizin cəmiyyətdə bəlli bir mövqeyiniz ola bilər, müəyyən bir nəticələr əldə etmiş ola bilərsiniz. Amma önəmli olan odur ki, sabah üçün sizin hansı hədəfləriniz var və bu hədəflərə çatmağınız üçün əlinizdə hazır strategiyalarınız varmı? Yəni, inkişaf dayanmamalıdır. O halda uğur sayılır. Bəli, bəli. Uğur bir prosesdir. Aha, Samirə xanım, ilk uğurunuz nə ilə bağlıdır? Yəni, sizin özünüz üçün. İlk uğur nəyi sayırsınız özünüz üçün? İlk uğur öyrənməyi bacarmaqla olub. Dönüş nöqtəniz hardan başlayıb? Bilirsiniz, bir insanın dönüş nöqtəsi də məhz elə öyrənməyi bacarmaqdır. Amma mənə görə, mənim konkret olaraq dönüş nöqtəmi soruşsanız, rəhbərlik vəzifəsini, məsuliyyətini üzərimə aldığım andan başlayıb. Çünki rəhbərlik məsuliyyətini götürdükdən sonra dərk elədim ki, verdiyim qərarlar təkcə mənim həyatımı deyil, eyni zamanda idarəçilik etdiyim insanların da həyatını dəyişir. Əslində, biz təbii ki, tamaşaçılara da qısaca bildirmək istərdim ki, bizim tanışlığımızın neçə illərə söykənir tarixi. Mənim yadımdadır, təqribən pandemiyadan öncə idi, səhv eləmirəmsə, Samirə xanımla biz söhbət edirdik və mənə dedi ki, adı reklam sayıldığı üçün həmin iş yerinin, qurumun adını çəkmirəm. Amma dedi ki, o bayram tədbirlərinin birində bir şəkil çəkilmişdi. Bax, mən bunu olduğu kimi xatırlayıram. O şəkli otaqda oturub, öz stolumda oturub o şəklə baxdım və götürdüm şəklin arxasına yazdım ki, mən bir gün burada rəhbər vəzifədə işləyəcəm. Tamamilə doğrudur. O şəkil indiyə qədər də mənim masamın üzərində mənə bir motivasiya edən bir amil kimi masamın üzərində hər zaman durur. Hətta mən gələn işçilərə belə, qəbul etdiyimiz işçilərə belə hər zaman onu misal olaraq göstərirəm ki, baxın, zamanında bu mənim hədəfim idi, mən o hədəfə artıq çatdım və mənim daha böyük hədəflərim var. Heç zaman hədəf tükənməməlidir. Hədəf tükənməməlidir. Bunun üçün nə lazımdır? Öyrənmək, oxumaq, bilgiləri artırmaq, enerjini yüksək saxlamaq. Yəni, əksər hamı da belə olmur. Yəni, mən rastlaşmışam elə insanlarda ki, bəlli bir yaşa çatanda müəyyən uğurlar qazandıqdan sonra bir ifadə var, pəs edirlər. Ümumiyyətcə, mənə elə gəlir ki, əldə etdiyimiz uğurlu nəticələr bizi hər zaman motivasiya edir və motivasiya da etməlidir. Mən ondan ilhamlanıram. Düşünürəm də, öyrənirəm də hər zaman. Uğursuzluqlarla rastlaşmısınızmı və onlar sizə nəyi öyrədib? Əlbəttə, hər kəsdə olduğu kimi mənim də həyatımda, iş həyatımda uğursuzluqlar olub. Amma bu uğursuzluqları mən daha çox dərs olaraq qəbul etmişəm. Daha böyük uğurun əldə olunması üçün bir fürsət kimi dəyərləndirmişəm. 21-ci əsrin qadını olmağın çətin tərəfi nədir bugün sizcə? Məncə, ən çətin tərəfi odur ki, bir neçə rolu eyni anda uğurla ifa etməlidir. Bəli. Qadınlarımız dövrə uyğun olaraq öz potensiallarını yetərincə realizə edə bilirlərmi? Məncə, hələ tam formalaşmayıblar.
Bəli, bu günləri qadınların əlində həqiqətən də böyük fürsətlər var, böyük imkanlar var. Geniş bir imkan var bu dəqiqə qadınların həyatlarında uğur əldə etmələri üçün. Sadəcə olaraq bu imkanlardan istifadə etmək üçün hələ də dəstəyə ehtiyacı var və cəsarətə ehtiyacı var. Hazırki yüzillikdə müasirlərimiz olan xanımlar öz intellektlərin, potensialların, biliklərini, bacarıqlarını cəmiyyətə örnək olan səviyyədə sərgiləməyi bacarırlarmı? Yəni ümumiyyətlə bu sərgiləmə sizi qane edirmi bir işgüzar xanım kimi? Bilirsiniz, qadın ümumiyyətcə hər zaman çox böyük, güclü bir varlıq sayılıb cəmiyyətdə. Təbii ki. Bugün cəmiyyətin daha çox düşünürəm ki, onlara baxış açısı dəyişib, dəyəri dəyişib. Bugünkü qadınlar, müasir qadınlarımız bu cəmiyyətdə sadəcə olaraq özlərini görünən ediblər. Yəni onların rolu artıq görünməyə başlayıb və həmin qadınların öz üzərlərində bu günləri bu əldə etdikləri uğurlardan motivasiya olunaraq daha çox bir-birinə baxaraq uğur əldə etmək istəkləri bu gün əlbəttə ki sevindirici bir haldır. Aha. Bəs 21-ci yüzildə qadın inkişafına mane olan nüanslar nədən ibarətdir? Bugün öz cəmiyyətimizdən danışırıq biz əlbəttə ki. Mən sizə deyim, nəinki 21-ci əsrdə bu günə qədər hər zaman qadının ən böyük uğursuzluqlarının səbəbi onun özünə inamsızlığı olub. Ona görə də bugünkü 21-ci əsrin güclü qadınları hər biri özünə inanan qadınlardır. Və eyni zamanda cəmiyyətin məhdud düşüncələri. Bəli, düzdür, bugün artıq dövrümüzdə cəmiyyətin məhdud düşüncələrin biraz çərçivədən kənara çıxıb, yox olmayıb, hələ də var. Amma müəyyən qədər artıq onların qarşısını alıblar. Təbii ki, siz də bu dövrün həqiqətlərini, gerçəklərini, yəni yaradılan şəraiti, imkanları hamımız kimi izləyirsiniz, bilirsiniz. Bu baxımdan necə düşünürsünüz? Bugün işgüzar həyatda özünü öz ayaqları üstündə dayanmaq istəyən, öz iqtisadi müstəqilliyini qazanmaq istəyən qadınların ən çox rastlaşdıqları maneələr, problemlər nədən ibarətdir? Varmı bir fikriniz bu haqda? Yoxsa hər şey qaydasındadır? Mən buna daha pozitiv yanaşıram, düzün desəm. Mənim ailəmimdə bugün bir qadının uğur əldə etməyi üçün hər cür şərait, fürsət var. Bunu tarix mi yetişdirdi? Yoxsa bax o zəmin deyirsiniz hər cür şərait var. Bunu zaman mı gətirdi? Yoxsa dövlətin həyata keçirdiyi siyasətin məntiqi Biraz nəticəsidir? feminist bir cavab olacaq. Mən sizə cavablandırım. Məncə bunu daha güclü qadınlarımız yetişdirdi. Çünki hər bir güclü qadının arxasında gələcəyə doğru daha çox inamla irəliləyən bir qadın yetişir. Bir işgüzar xanım olaraq sizi nə motivasiya edir? Biraz öncə söylədiniz əslində, hədəfi önə çıxardınız. Amma ümumiyyətlə sizi günlük həyatınızda, iş həyatınızda motivasiya edən nədir? Çünki biz elə bir dönəmdə yaşayırıq ki, bugün gəlin etiraf edək ki, qadın çox yüklənib. Yəni qadının yükü daha çoxdur bugün. Qadın ailə sahibidir, qadın anadır, bacıdır, övladdır, ailə qayğısı var, həyat yoldaşıdır. Və bunun üzərinə gəlin, qadın öz ayaqları üzərində durur, həyat yoldaşına yardım edir. Bu baxımdan, yəni yəqin razılaşarsınız ki, mən sizə deyim, az öncə də dedim, həqiqətən də məni şəxsən motivasiya edən mənim əldə etdiyim uğurlardır, nəticələrdir. Mən bir iş görərkən onun nəticəsi müsbət olarsa mən yorulmuram. Ümumiyyətcə pozitiv həyatda heç bir şey insanı yormur. bəli. Bir irəliləmək üçün hər zaman adi bir şey deyək, xoş söz eşidirsiniz, daha çox motivasiya olursunuz, düzdürmü? İşinizi görürsünüz, nəticə alınır daha çox. Amma bu işin nəticəsi olmayanda bu sizi yorur. Ona görə bu uğurlu nəticələri biraz... Biz o uğurlu nəticələr proqnozlaşdırıla bilmir axı. Bilmir, bəli, düzdür. Az öncə özümü təqdim edərkən dedim, iradə, məsuliyyət, yəni bir insanda ən önəmli faktorlardan biridir. Əgər iradə varsa, onsuz yorulmazsınız. Gəlin razılaşaq ki, hamı Samirə Hüseynova deyil. Bu baxımdan, bax, gənclər, inkişaf etmək istəyən gənc xanımlar, qızlar, bizi izləyənlər, onlara tövsiyəniz nə olardı? Sizin də keçdiyiniz bəlli bir uğurlu işgüzar yolunuz var. Tövsiyəm güclü olmaq lazımdır. Hər zaman ayaq üstə durmağı bacarmaq lazımdır.
Bu biraz bəlkə də primitiv səslənəcək. Çünki hər kəsin ifadə etdiyi bir fikir ola bilər. Amma mən bu fikirlə tamamilə razıyam. Yıxıldığın yerdə qalmaq olmaz. Ayağa qalxmaq lazımdır. Çünki bilmək lazımdır ki, güclü qadın təkcə öz həyatını deyil, cəmiyyətimizin gələcəyini inkişaf etdirir. Aydındır. Boş vaxtınız olurmu? Təbii ki. Çox deyil, amma boş vaxtı necə dəyərləndirirsiniz? Çalışıram məqsədli dəyərləndirim. Məsələn? Ya düşünürəm, ya öyrənirəm, ya da enerjimi bərpa etmək üçün istirahət edirəm. Aha. Samir xanım, qadın işlə şəxsi həyatı arasındakı o balansı qorumalıdır əslində. İş həyatı və şəxsi həyat. Təbii ki, qorumağa çalışmaq lazımdır, amma hər zaman tərəzinin hər iki gözündə bunlar eyni şəkildə olmurlar. Ya şəxsi həyat önə çıxa bilər və yaxud da karyera önə çıxa bilər. Önəmli olan odur ki, ağır gələn tərəf səni bugün xoşbəxt etsin. Sosial media sizcə bugün qadınların inkişafında hansı rola malikdir? Sosial media güclü bir silahdır müasir dövrdə. O bir qadını həm güclü edə bilər, eyni zamanda bir qadın üçün təhlükə və risk də yarada bilər. Önəmli olan odur ki, ondan düzgün istifadə edəsən. Gəlin biraz da bu dünyaya inteqrasiyadan, sosial medianın bizim ayrılmaz hissəmizə çevrilən bir zamanda dəyərlərdən danışaq. Bilirsiniz, inteqrasiya nə qədər sürətli olarsa, nə qədər geniş olarsa, gördüyümüz kimi, müşahidə etdiyimiz kimi dəyərlər də bir o qədər itir demək istəməzdim, amma bir o qədər də önəmli sayılmır. Bax, bu qarmaqarışılığın içində, inteqrasiyanın içində, sosial şəbəkələrin meydanda at oynatdığı bir zamanda biz dəyərləri hər hansı bir toplum, xalq, cəmiyyət, qadınlar dəyərləri necə qoruya bilərlər? Böyük bir silahdır dediniz. Dəyərləri qorumaq üçün hər zaman... Hardan başlayır bu? Yəni, məktəbdənmi, ailədənmi, qadındanmı, təhsildənmi? Yəni, o dəyərləri qorumaq üçün bu qarmaqarışılığın içində biz nə edə bilərik? Az öncə siz də yaxşı vurğuladınız. Bir qadının həyatda rolu bir ana kimi, bir həyat yoldaşı kimi, bir bacı kimi fərq etmir, bir rəhbər olaraq müxtəlif rolları eyni anda daşıya bilməkdir. Amma və mən düşünürəm ki, bunların hər biri əslində bizim həyatımıza təsir edir. Bir insanların verdiyi dəyərlərə təsir edir. Amma başlanğıc nöqtəsi kimi təbii olaraq ki, mən ailəni hesab edirəm. Ailədə verilən dəyərlər hər zaman uşaqlarımıza, övladlarımıza təsir edir. Ona görə çalışmaq lazımdır ki, formalaşmağa başladığı andan etibarən artıq o dəyərləri onlara aşılayaq. Samir xanım, amma bugünün körpə 3-4 yaşında uşağı da artıq sosial mediada böyüyür. Xəbəriniz varmı? Mən bəli, razıyam, amma siz inanırsınız ki, onu idarə etmək mümkündür. Baxın, mənim çevrəmdə yəni, nə qədər balaca körpə uşaqları olan ailələr tanıyıram. Onların bir çoxu onların telefonlarında idarə edirlər. Onların daha çox başqa şeylərə zaman ayırması üçün onları idarə edirlər. Biraz nəzarəti onların üzərində gücləndirmək lazımdır. Axı, bilirsiniz, onlar bizim gələcəyimizdir. Onlar seçə bilmirlər. Onların bu dəqiqə seçmək üçün nə potensialları var, nə o qabiliyyətləri, nə o düşüncələri var. Onlar hələ körpədirlər. Ona görə bugün biz onlara nəyi aşılatsaq, onlar onunla inkişaf edəcəklər. Samirə xanım, son olaraq efir imkanından istifadə edib bizi izləyən və işgüzar xanım olmaq istəyən, güclü olmaq istəyən xanımlara nə demək istərdiniz? Hər zaman inamla irəliləsinlər. Hər zaman özlərinə güvənsinlər və ona inansınlar ki, həyatda bacara bilmədikləri bir şey yoxdur. Sadəcə olaraq qətiyyətlə həmin hədəfə doğru getmək lazımdır. Təşəkkür edirəm sizə. Çox sağ olun Mən fikirləriniz təşəkkür üçün. Bəli, 21-ci yüzilliyin qadını Samirə Hüseynova suallarımızı cavablandırdı. Biz sizinlə təkrar görüşəcəyik növbəti müsahibimizlə bərabər. Salamat qalın.